Bəy toyu günü bıçaqlandı. Onun yanında olan iki dostu və dayısı da bıçaq xəsarətləri alıb. Hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb. Toy günü gecə saatlarında bəy, 20 yaşlı Səid İsayev və bir neçə şəxs mübahisə ediblər. Bıçaqlanma hadisəsi də mübahisədən sonra olub. Burada heç bir söz-söhbət olmayıb. Yəni o durub oynayıblar da, deyil Samırla da oynayıb, da oynayası ilə, atası ilə. Öpüşüb görüşmüşük, çıxıblar çölə, vəssalam. Burada nə var ki bəyəm? Sonradan nə olub, daha qıraqda olub. Burada heç nə olmayıb. Hadisə nəticəsində 20 yaşlı Səid İsayev, onun dayısı 49 yaşlı Rahil İsmailov, 18 yaşlı Osman İsmailov və 2008-ci il təvəllüdlü şəxs müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bəyin dayısı və daha bir nəfərin vəziyyəti ağırdır. Gecə saatlarında bizim xəstəxanaya təcili təxirə salınmaz şöbəyə 4 nəfər bıçaqlanma ilə xəstə daxil olmuşdur. Onlardan ikisinin vəziyyəti çox ağır olduğu üçün həmin əməliyyat masasına götürülmüşdür. Əməliyyatdan sonra onların vəziyyətləri ağır olaraq qalır və reanimasiya şöbəsində müalicəsi hal-hazırda davam etdirilir. 4 nəfəri bıçaqlayan şəxsin 23 yaşlı Elşən Babayev olduğu müəyyən edilərək